İlan sancmalar. Yayın gəlişi ilə bu təhlükə 1-ə 5 artır. Çünki havaların isinməsi ilə ilanların, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır. İsti yay günləri qarşıda olsa da, artıq ilan sancmasından ötən ay 6 nəfəri kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. İlan sancması zamanı dəri qızarır, şişir, göyərmə başlayır, baş gicəllənmə, ürək bulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Yanlış müdaxilə zərər çəkənin vəziyyətini daha da ağırlaşdıra bilər. Qətiyyən sıxmaq olmaz, həmin nahiyəni sovurmaq, kəsmək olmaz. Yəni çox adamlar yanlışlıqla həmin nahiyəni sıxır, sıxdıqda daha da vəziyyəti ağırlaşdıra bilərik. Sadəcə hərəkətsiz vəziyyətə gətirib ətrafı təcili xəstəxanaya çatdırmaq lazımdır və yaxud təcili briqada ordadırsa, navakan blokad edib, təcili xəstəxanaya çatdırıb orada zərdə vurulmalıdır. Vaxtında və düzgün yardım göstərilməsə, ilan sancması ölümlə nəticələnir. Bu isə əksər hallarda ilan zəhəri əleyhinə zərdab vurulmadığı zaman baş verir. Zərdab vurulduqdan 24 saat sonra öz təsirini göstərir. İlan zəhəri əleyhinə zərdab həkim nəzarətində xəstəxanada vurulmalıdır. Çünki zərdab özü bioloji preparatdır, zülal preparatıdır və özü bəzi hallarda şok vəziyyəti yaradır. Ona görə onu xəstəxanada həkim nəzarəti altında vurmaq lazımdır. İlan zəhəri həmin ilan sancan yerində daxil olarkən çox böyük sürətlə başlayır yayılmağa. Belə bir vəziyyətdə daxili orqanlara, qaraciyərə və digər daxili orqanlara birbaşa təsir göstərilir. Hazırda ölkəmizdə 30-a yaxın ilan növü var. Onlardan 7-si zəhərlidir. Ən təhlükəsizi isə gürzədir. İlan sancmaların 95%-i məhz bu ilanın payına düşür. Lakin mütəxəssislər deyirlər ki, ilana toxunmadığımız halda onlar bizə zərər verməz. İnsanlar görən kimi tanımadıqları üçün zəhərli, zəhərsiz birbaşa öldürürlər, yəni uzaq olsun. Və yaxud da istəmirsinizsə sizin eviniz, həyat yəni sahəvizdə olsun, birinci gəmiricilərlə mübarizə aparmaq lazımdır. Çünki ilan əgər gürzənin orada yemi olmayacaqsa, sıçan olmayacaqsa, gürzə də oradan uzaqlaşacaq, qalmayacaq həmin yerdə. Həmin ərazidə gəmiricilərlə mübarizə aparmaq, ərazini yəni tələlər qurmaq, təmizləmək, sığınacaq üçün yerlər qoymamaq, bu da bir mübarizə tədbirlərindən biri ola bilər. Su hövzələrinə yaxın və dənizkənarı ərazilərdə isə çox vaxtı su ilanlarına rast gəlinir. Bu ilanlar təhlükəsiz və zəhərsiz olur. Nəzərə alsaq ki, çimərlik mövsümü yaxınlaşır, dəniz kənarına istirahətə yollanarkən diqqətli olmaqda fayda var. Vüsal Arifsoy, Fərid Ələkbərli, Telesəhər.